Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Aysel Kazımlı, Led Akademinin Azərbaycan dili müəllimi. Bugün sizlərə təqdim etdiyimiz bu sözlərin təhlilinə birlikdə baxacağıq. Əziz müəllimlər, bu testləri, yəni bu sözləri PDF şəklində işləmək üçün əldə etmək istəyirsinizsə, bizim 077 622 97 99 menecer nömrəsindən yazıb əldə edə bilərsiniz. Gəlin, vaxt itirmədən ilk öncə suallarımızı hər birini kök şəkilçiyə ayıraq, ondan sonra da digər burada verilən şərtlərimizi yerinə yetirək. Yoluxucu sözü, müəllimlər yadınızda saxlayın. Hər hansı bir xəstəlik bir yolla yoluxur insana. Məsələn, tutaq ki, deyirəm, qızılca xəstəliyi necə yoluxur? Hava damcı yolu ilə, düzdür? Və yaxud da deyirəm ki, hepatit B necə yoluxur? Qan vasitəsilə, düzdür? Baxın, bu onların yoluxma yollarıdır. Ona görə yoluxucu sözünün kökü yol olacaq. Leksik şəkilçimiz qeyri-məhsuldar şəkilçidir, ucu da eyni zamanda. Azaldılmışdır sözümüzün kökü az sifətidir müəllimlər. Çox vaxt müəllimlər düşünür ki, bu zərfdir, yadda saxlayın. Az saydı müəllimlər, üzr istəyirəm, sifət dedim. Az saydı. Al-əl leksik şəkilçimiz, çünki azalmaq deyə bilirəm, azaltmaq deyə bilirəm, azaldılmaq deyə bilirəm. Deyərsiniz ki, bu t niyə d olub? Ona görə ki, özündən sonra sayitlə başlayan şəkilçi qəbul edib. Mışla dır da qrammatik şəkilçi olacaq. Düzgünlük sözünün kökü düz feilidir müəllimlər. Bəs hardan bildim düz feilidir? Həm qıngin şəkilçisi bilirəm ki, feilə qoşular, 4 cür yazılan şəkilçimiz. Həm də ondan bilirəm ki, biz öyrənmişik ki, əgər düzdür, sıxdır, bu kimi sözlərimizin kökü və şəkilçisində olan hər iki sayt qapalıdırsa, bu zaman həmin sözün kökü olan düz və sıx sözləri feildir. Bir dənə orada lıq istisnalıq təşkil edəcək. Düzgünlük olacaq. Yazıcı sözünün kökü yazmaq, yazmaqdan yazı ismi yaranar, sonra yazıcı olar. Qaranlıq sözü yadınızda qalsın müəllimlər, sadə sözdür. Niyə? Çünki mən qara sözünü kök götürsəm, nılıq deyə bir şəkilçi qalmaz. Desəniz ki, gəlin nını ayıraq, qaran deyə bir sözümüz qalmaz. Ona görə də qaranlıq sadə sifət olar. Boyaq sözünün kökü boyamaq feilidir, leksik şəkilçidir. Boyaqçı sözünün kökü boyamaq feilidir, leksik şəkilçidir, leksik şəkilçidir. Deməli, bəli, boyadan boyaq ismi yaranır, ondan da boyaqçı ismi yaranacaq. Boşandırıldı sözünün kökü boşdur müəllimlər. Yəni, bir növ belə deyək, boşanmaq nədir? Pis bir şeydir, boşluq əlamətidir, düzdür? Yəni, boş qalır tərəflər, bir-birinin tayı olmur artıq, düzdürmü? Yarımız boş qalır. Bax, belə yadımızda saxlaya bilərik. Boşanmaq feili deyə bilirəm, boşandırmaq deyə bilirəm, boşandırılmaq deyə bilirəm. Düzdən düzəlmək. Buradakı düz nədir? Sifətdir. Hardan bildim? Çünki iki cür yazılan al-əldir, lan-ləndir, laş-ləş şəkilçilərimiz adlara qoşulan şəkilçidir. Eyni zamanda ikinci üsul, kökdəki saytım qapalı, şəkilçidəki əgər açıqdırsa, o sözün kökü sifət olacaq, yəni feil olmayacaq. Düzəltmək deyə bilirəm, düzəldilmək deyə bilirəm. Mışdır. Sıxıcılaşmışdır sözünə baxıram. Sıxmaq feilindən sıxıcı. Bəzən müəllimlər düşünür ki, ıcı, yəni sıxıcı sözü sıx olur, sıxıcı olur. Müəllimlər, gəlin bu tip sözlərdə mənadan çox qayda ilə gedək. Çünki məna sizi çaşdıra bilər. Çünki düşüncə tərzimiz hərəmizdə bir cürdür, düzdür? O bizi çaşdırar. Baxın, sıxıcı, ıcı şəkilçisini, gəlin, qırıcıda qır ismi deyil axı, qırmaq da, düzdür? Məsələn, deyirəm ki,
O çox qırıcı insandır. Yəni qəlb qırandır da, ona görə qırıcı deyirik biz ona. Və yaxud da yorucu, yorur ki, yorucu olur. Həm də yenə də kökdəki saitdən şəkilçidəki sait qapalıdırsa feildir. Sıxıcılamaq sözü yoxdur. Damızdırmaq, dammaq sözü var müəllimlər. Dilimizdə damır damızdırırıq. Izdır burada qeyri-məhsuldar leksik şəkilçidir. Məsələn, çimizdirmək, çimdən izdir olacaq. Yaxşı, yadımızda saxlayaq. Ovuşdurmaq eyni zamanda ovmaqdan ışdır qeyri-məhsuldar leksik şəkilçidir. Keçmiş zaman şəkilçisi, şəxs onluğu. Yavaşıtmaq, yavaşdan yavaşımaq feili var dilimizdə, sonra yavaşıtmaq olacaq. Əgər yavaşımaq feil olmasaydı, onda ıtı bütöv götürərdi müəllimlər. Çünki ıt şəkilçisi, t şəkilçisi feilə qoşulmağı istəyir. Yaxşı? Dalaşqan. Bax, kimsə gəlib məni dalamasa, mən kimlənsə dalaşaram, sakit başıma salıb işimi görürəm. Düzdür? Məsələn, kimsə gəldi, məni daladı və yaxud uşaqlar hərəsi başını aşağı salıb oynayır. Bir uşaq gəlib o bir uşağı dalamasa, incitməsə, onlar dalaşar? Yox, dalaşmaz. Deməli, dalayır, dalaşırlar. Sonra da dalaşqana çevrilirlər. Qızdırıcı sözünün kökü qızmaq feilidir. Əgər qızarmaq söz olsaydı müəllimlər, o zaman nə olardı? Qızmaq olmazdı. Çünki qızmaqla qızarmaq eyni deyil. Yadınızda saxlayırıq. Ayaqlaşmaq sözü müəllimlər, ayaqlanmaq sözü ilə səhv salmırıq. Ayaqlanmaq sözünü biz iki cür təhlil edə bilərik. Amma ayaqlaşmağı bir cür təhlil edirik bütöv şəkildə. Üzləşmək sözü də eyni şəkildə. Baxın, qəbula düşmüş sözlərdən biridir. Həm ayaqlaşmaq, həm də üzləşmək sözləri. Bu sözlər deyərsiniz ki, üzləmək var, bəli var. Ayaqlamaq da var. Sadəcə sözlərin bütöv mənası ilə leksik mənasına əlaqə yoxdur. Çimizdirmək bayaq dediyimiz söz. Dağıdılmaq. Baxın müəllimlər, dağıdılmaq sözünü bəzən müəllimlər dağıntı sözü ilə qarışdırırlar. Dağıntı sözü sadədir, amma burada dağıtmaq feili var. Dağıntıda dağın yoxdur, amma burada dağıtmaq var, ıl var. Yumşaldılacaq sözünə baxırıq. Yumşalmaq, yumşalt, yumşaldıldı, acaq. Toplanmaq, topa oluruq, top halına gəlirik. Toplamaq, toplanmaq, toplanış. Üzməkdən üzüntü olar. Çünki üzünmək deyə bir söz dilimizdə yoxdur. Yeməkdən yeyinti olarmı? Yeyinmək sözü çünki dilimizdə yoxdur. Y burada bitişdiricidir. Bitişdirici samitləri istər şəkilçinin daxilinə atın, istərsə də deməli ayrıca, daha doğrusu, yəni ümumiyyətlə heç bir yəni xüsusi göstərmədən də işinizi görə bilərsiniz. Yaxşı. Sonra amma görüntü sözünə baxın. Gördən görünmək feilim var mənim. Bərkdən bərkimək feilim var. Bərkitmək feilim var. Sonra bərkidilmək feilim var. Qaldırdım sadə sözdür. Çünki qalmaqla qaldırmaq fərqli sözlərdir. Gizləməkdən gizlətmək, gizlədilmək, mışdır olacaq. Bildirkilərdən sözünə baxırıq müəllimlər. Bildir sözü ümumiyyətlə iki cür təhlil olunur. Əgər zaman zərfidirsə, bildir sözün kökü olacaq. Amma bildirmək feil kim işlənibsə, bilmək olacaq sözün kökü. Burada da bildirkilərdən. Düzdür, burada bilmək feilinin əlaqəsi yoxdur. Zərfdən sifət yaranıb. Yəni sözün kökü bildirdi. Leksiklərdən. Oxumaqdan oxutmaq, oxutdurmaq, dığım. Dığ üstə gəl, mənsubiyyət, yəni feili sifət şəkilçimiz parçalanmaz müəllimlər. Dinləmək olar sözün kökü, çünki dinməklə dinləmək fərqli anlayışlardır. Leksik olacaq. Yaşdan yaşamaq olar, yaşatmaq olar, yaşatdırmaq olar. Zaman olar, şəxs onluğu olar. Yaraşmaq sözü,
yaramaqdan yaraşmaq olar. Sonra sancılanmışdır sözü. Gəlin baxaq görək. Bu sözün kökü sancdı yoxsa sancıdır? Baxın mənimlə. Kimsə sancılanıb, yəni mən aparıb bayraq sancmamışam, sancılanmışam. Yəni mənim sancım əmələ gəlib, sonra sancılanmışam. Yəni burada landır şəkilçi. Yaxşı? Yəni sancı, sancır, sonra sancıya dönür. Yəni sancdan sancılmaq deyil. Mən bayraq sancsaydım sancılardı o bayraq. Düzdürmü? Mənim sancım yarandı. Sancıdır ki, sancı yaranır, sonra da mən sancılanmış hesab olunuram. Baxın, sancılmışdır sözü artıq belə olacaq. Sancmaqdan, bəli, bayraq sancılıb. Sonra yazmaqdan yazılanlar sözünə baxırıq. Müəllimlər, bir çox hallarda düşünürük ki, yazdan yazı əmələ gələr. Yadınıza saxlayın, buradakı ıl bütöv şəkilçidir müəllimlər. Səbəb də odur ki, ıl şəkilçisi feilə qoşular. Yaxşı, yazdan yazı olmaz. Yazmaq feilinə yazıl olar. Yaxşı. Dağıntı sadədir. Üzməkdən üzgü ismi, üzgüçü ismi, üzgüçülük ismi yaranır. Yaxalamaq sözünü iki cür təhlil edə bilərik. Biri var ki, paltarı yaxaladım. O zaman olar sadə söz. Amma mən desəm ki, cinayətkarı yaxaladım. Bu zaman yaxasından tutdum, yaxaladım. Olar düzəltmə, yəni tutmaq mənasını verərsə. Ayaqlanmaq sözündə eyni şəkildə, əgər xəstənin ayaqlanması deyirsə, bu zaman lan bütöv təhlil olunar. Amma deyirəm ki, çəmən ayaqlandı. Bu zaman kimsə ayaqlayıb axı. Düzdürmü? Ayaqlamaq feili var orada. Bu zaman iki leksik şəkilçi olacaq. Daşlaşmaq sözü də, əgər uşaqların bir-biri ilə daşlaşmasını nəzərdə tutaramsa, mən əgər o zaman iki şəkilçi deyərəm. Amma daşlaşmaq, məsələn, torpaq bərkidi, daşlaşdı deyərəmsə, laşı bütöv bir şəkilçi kimi göstərərəm. Söz düzəldici söz, baxırıq. Söz düzəlmək. Baxın, əslində bu cür mürəkkəb sözləri mən iki kökdə bu formada göstərməliyəm müəllimlər. Mürəkkəb sözü iki kökə salıram. Yəni orada şəkilçilərə ayırmıram. Amma bizdən istənilsə məhz düzəldici sözünün təhlili ayrıca, təbii ki, olar düz kök, al əl, düzəltmək və ıcı şəkilçisi. Ləngdən ləngimək feilim var. Sonra ləngitmək feilimi düzəldirəm. Yaradılış, yarayır, yaradır, yaradıldı, sonra da yaradılış oldu. Sərbəst sözündə sərbəstçi sözü yoxdur müəllimlər. Çılıq bütöv şəkildə təhlil olunacaq. Yırğalamaq sözündə yırğa sözdürmü sizcə? Yırğa sözü varmı dilimizdə? Əlbəttə ki, sadə söz olacaq. Düzdürmü müəllimlər? Çünki yırğa sözü dilimizdə yoxdur. Bir də yırğalamaq sözünə yadırğamaq sözünü səhv salanlarımız da ola bilər. Yadırğamaq sözü bəli bu şəkildədir. Yəni sözün kökü yad, ırğa, leksik şəkilçi olacaq. Amma yırğalamaq sadə sözdür. İndi gəlin görək. İkinci şərtdə deyir, nədən yarandığını tapın. Kök və yarandığı nitq hissələri eyni olan sözləri seçin. Baxaq müəllimlər, ümumiyyətlə sözün nədən yarandığı, nədən düzəldiyini tapmaq deyəndə yadınızda qalsın. Sadə sözlər nəzərdə tutulmaz, mürəkkəb sözlər nəzərdə tutulmaz. Sadəcə düzəltmə sözlərə baxmaq lazımdır. Çünki sözü düzəltmək üçün biz leksik şəkilçidən ibarət olan sözləri tapmalıyıq. Yəni leksik şəkilçi yeni söz düzəldər. Yaxşımı? İndi və biz bilməliyik ki, sözün nədən yarandığını tapmaq üçün ən son leksik şəkilçimiz hansıdırsa onu tutub, yəni onu çıxırıq, geriyə qalan sözü bütöv halına baxırıq. Bax, birinci sözdə ən son leksik şəkilçi nədir? Ucu. Qələmin rəngini dəyişim. Aha, bax, ucunu silirəm. Geriyə nə qaldı? Yoluq.
feil deyilmi? Deməli, yoluxucu sözü yoluxmaq feilindən yaranıb. Yoluxucu sifətdir, yoluq feildir. Düzdürmü? Azaldılmışdır sözünün sonuncu leksiki baxın ıldır. Azalt feilidir. Fikir versiniz müəllimlər. Nədə azaldılmışdır feili nədən yarandı? Azaltmaq feilindən yarandı. Sonra bir də deyir kökü və yarandığı nitq hissəsi eyni olan sözlər. Bax, yoluxucu sözünün kökü yol ismi idi, amma yoluq feilindən yaranıb. Azaldılmışdır, azalt feilindən yaransa da kökü amma az sayıdır. Düzgünlük, lıq-liki silirəm, geriyə nə qaldı? Düzgün sifəti qaldı. Amma kök bayaq dedik nə idi? Feil idi. Yazıcıda çığını silirəm, nə qalır? Yazı ismi, deməli yazı ismindən yaranıb. Amma kökü yazmaq feilidir. Qaranlıq sadədir, nəzərə almıram. Boyaq sözünün, baxın, qını silirəm, boya sözündən yaranıb, yəni boya feilindən. Görürsünüz müəllimlər, 6-cı sözüm həm kökü boya feilidir, həm də yarandığı nitq hissəsi boya feilidir. Boyaqçıda isə tərsidir. Çığını silirəm, boyaq ismi qalır, amma kök boya feili idi. Yaxşı? Boşandırıldı. Ən son ılı silirəm, boşandır feili, amma kök nə idi? Boş sifəti. Düzəldilmişdir. Sonuncu ılı silirəm, düzəltmək feilindən yaranıb, amma kökü düz sifət idi. Sıxıcılaşmışdır. Laşı silirəm, qalır sıxıcı sifəti, amma kök sıxmaq feili idi. Damızdırmaqda ızdırı silirəm, dammaq feili qalır, kök də dammaq feilidir. Deməli, 11 bizim 3-cü şərtimizi ödəyir. Ovuşdurmaq sözü də eyni zamanda. Ümumiyyətlə, əgər sizə verilən sözdə bir dənə leksik şəkilçi varsa, əmin olun ki, o sözün kökü də, yarandığı nitq hissəsi də eynidir. Yavaşıtmaq, baxın, t-nı silirəm, yavaşımaq feili, amma kök yavaşdır. Düzdür? Dalaşqan, qanı silirəm, dalaş feili. Kök nə idi? Dalamaq feili. Deməli, hər ikisi feil oldu. Sonra qızdırıcı. Icını silirəm, qızdır feili, kök də qız feili idi. Deməli, 15 də bizim cavabımız ola bilər. Ayaqlaşmaq və üzləşmək sözlərində bir leksik şəkilçi olduğu üçün hər ikisini götürürük ki, həm kökləri, həm də yarandığı nitq hissələri isimdir. Düzdürmü? Və çimizdirməklə dağıdılmaq sözləri də fikir versiniz bir dənədir. Onu silirəm, geriyə kök qalır. Həm yarandığı nitq hissəsi çim sözüdür, dağıt sözüdür, həm də kökləri çim və dağıt sözləridir. Yumşaldılacaq. Lığını silirəm, yumşaltmaq feili qalır. Amma kök də yumşal feilidir. Ona görə bu da cavabımız ola bilər. Şını, daha doğrusu ışı son leksik şəkilçimizi silirəm, toplanmaq feili. Amma sözün kökü top feil deyil. Üzüntü bir leksik şəkilçidir. Yeyinti bir leksik şəkilçidir. Silirəm, həm kökləri, həm də yarandığı nitq hissələri üz və y feilləridir. Görüntü, t-nı silirəm, görünmək feili, kök nədir? Gör feili. Deməli, 24-ü cavab olaraq götürə bilirik. Bərkidildi, ili silirəm, geriyə bərkitmək feili qalır, amma sözün kökü bərk sifətidir. Qaldırdım, sadədir, nəzərə almıram. Gizlədilmişdir, ili silirəm, gizlətmək feilindən yaranıb, amma sözün kökü də gizlə feilidir. Yəni, hər ikisi feildir. Bildirkilərdən kökini silirəm, bildir, zərfdir, kök də zərfdir. Oxutdurduğum, d-rı silirəm, oxut feili qalır, sözün kökü də oxu feilidir. Dinlətmək, t-nı silirəm, dinləmək feili qalır, həm də kök dinlə feilidir. Yaşatdırdıq, dır leksik şəkilçini silirəm, yaşatmaq feili, kök isə yaş ismidir, insanın yaşı. Yaraşmaq, şını silirəm, həm köküm yaramaq feilidir, həm də söz yara feilindən yaranıb. Sancılanmışdır, lanı silirəm, nə qalır? Sancı ismi, amma kök sanc feilidir.
Sancılmışdır da isə ılı silirəm. Həm sancmaq feilindən yaranıb, həm də sözün kökü sanc feilidir. Yazılanlar ılı silirəm. Görürsüz bir leksik şəkilçidir deyə onu silirəm. Qalır yaz. Yəni yazılanlar feili yazmaq feilindən əmələ gəlib, həm də sözün kökü yaz feilidir. Dağıntıya baxmıram, sadə sözdür. Üzgüçülük, lığı silirəm, üzgüçü ismindən yaranıb, amma sözün kökü üzmək feilidir. Yaxalamaq, lanı silirəm, yaxa ismindən yaranıb, həm də kök yaxa ismidir. Amma paltar yaxalamaq olsaydı, orada sadə söz olardı və mən bu cür təhlil etməzdim. Ayaqlanmaq və daşlaşmaq sözləri iki formada ola bilər müəllimlər. Bir leksik şəkilçi olduğu zaman sözlər ayaq və daş ismindən yaranmış olacaq. Amma bir dəqiqə ayaqlanmaq, bəli. Hə, elə bildim ayaqlaşmaqdır. Ayaqlanmaq və daşlaşmaq əgər iki leksik şəkilçi ilə işlənibsə, mən sondakı şıları silərdim, şı ilə nını, ayaqla feilindən yaranardı və daşla feilindən yaranardı. Söz düzəldici mürəkkəbdir deyə nəzərə almıram. Ləngitmək sözünə t-nı silirəm, ləngimək feilindən yaranıb, amma kök ləng sifətidir. Sərbəstçilikdə atıram, çılığı sərbəst kök sifətidir və yarandığı nitq hissəsi də sərbəst sifətidir. Yırğalamaq sadə sözdür. Yaradılış qaldı. Işı da silirəm, yaradılmaq feilindən yaranıbdır və sözün kökü də yara feilidir. Yəni hər ikisinin nitq hissəsi eyni oldu. Bu cür şəkildə siz də təhlil edib nəticənizi video ilə yoxlaya bilərsiniz. Dediyim kimi, əgər bu sözləri PDF formasında əldə etmək istəsəniz, bizim 077 622 97 99 menecer nömrəsinə yazıb istəyə bilərsiniz. Əziz müəllimlər, bu cür maraqlı izahların və hansı mövzuda izahların istədiyinizi videonun rəy bölməsində yazıb istəyə bilərsiniz. Əlavə bütün suallarınız, dərslərə qoşulmaqla bağlı suallarınızı yenə də menecer nömrəsinə yaza bilərsiniz. Qeyd edim ki, artıq imtahana son 2 ay qaldığı üçün dərslərimiz mütəmadi şəkildə keçirilir. Siz təkrar qruplarına da qoşula bilərsiniz. Eyni zamanda yalnız sınaq qrupuna da qoşula bilərsiniz. Və onu da vurğulayım ki, sınaq qruplarımızda dərslər eyni zamanda bütün mövzuları təkrar və onların testlərini işləməklə keçirilir. Ətraflı məlumat üçün, qiymət üçün yenə də menecer nömrəsinə yaza bilərsiniz. Sağ olun müəllimlər, növbəti dərslərdə görüşərik.